mərkəzi hüceyrə heterozigot ola bilərmi? Ola bilərsə niyə, ola bilməzsə niyə? Bunu izah edəcəm. Deməli, biz bilirik ki, yumurtalığın yetişmə zonasına daxil olan ana hüceyrə diploid olur, elə deyil? Bu olur diploid, yəni 2N xromosom dəstli olur. 2N. Uçqam yaxşı yazmadım. Bu hüceyrə, yetişmə zonasına daxil olan hüceyrə hansı bölünməni keçirir? Meyoz bölünməni keçirir. Meyoz bölünmə nəticəsində 4 dənə hüceyrə əmələ gəlir. Biri iri, əgər yumurtalığın yetişmə zonasından danışırıqsa, biri iri, 3 dənəsi isə xırda, bunlar yönəlci cisimciklərdir, sonradan məhv olur. Bu olur nə? Makrospor. Elədir? İndi bu ana hüceyrə diploiddir. Gen kimi baxsaq, məsələn, bu ana hüceyrə heterozigot ola bilər. Böyük A, kiçik A. Ola bilər heterozigot. Bəs bundan yaranan makrospor heterozigot ola bilərmi? Xeyr, niyə? Meyoz bölünmə nəticəsində buna ya böyük A düşəcək, ya kiçik A düşəcək. İndi mən böyük A ilə götürürəm. Ya böyük A geni düşəcək, ya kiçik A geni düşəcək. Sonra bu makrospor nə olurdu? Sonra bu makrosporun nüvəsi başlayırdı bölünməyə. Elə deyil, bir nüvəsi var idi də bunun içərisində. Mitoz yolla bundan ikisi yaranırdı. Sonra bu iki dənədən hərəsindən ikisi yaranırdı, 4 dənə nüvə yaranırdı. Növbəti dəfə mitoz keçirdəndə bu hər dəfə bu 4 dənə nüvənin hər biri olanda neçə olurdu? 8 dənə nüvə yaranırdı. İndi bu gen nüvədədir də xromosomda, elə deyil. Hansı geni daşıyır? Böyük A genini daşıyır. Deməli bunların hər bir nüvəsində böyük A geni var. Elədir? A sağ ol, böyük A geni var. İndi bu nüvələrdən ikisi gəlirdi də mərkəzə. Mərkəzi hüceyrəni əmələ gətirirdi. İkisi gəlirdi mərkəzə. Hansı geni daşıyırlar? Böyük A genini daşıyırlar. Gördük, başqa bir gen var bunda. Yox. Əgər bu meyoz nəticəsində bu makrospora kiçik A genini ötürsəydi, bu mərkəzi hüceyrə kiçik A-ları daşıyardı. Baxmayaraq ki, mərkəzi hüceyrə diploiddir. O heterozigot ola bilməz. Səbəb odur ki, bu ana hüceyrə bölünən zaman meyozda bir dənə geni ötürmüşdü də, elə deyil, makrospora. Sonra bu makrosporun nüvəsi mitoz keçirirsə, onun ana hüceyrəsi nədirsə, mitoz nəticəsində yaranan hüceyrələr də elə olur da. Ona görə mərkəzi hüceyrə heterozigot ola bilməz. 2 gen ola bilər tərkibində. Görsən, A-ların 2 dənə böyük A geni var. Amma heterozigot vəziyyətdə daşımayacaq onu. Həmişə homozigot vəziyyətdə daşıyacaq.